Salam dostlar, bugün sizlərə yeni bir yeni dedikdə yeni proqramlardan, yəni montaj proqramlarından əlavə sistem proqramı sizə təqdim edirəm. Bu sistem proqramında sistemin kompüter olan sistemlərin bilgisi və istediyi sistemi, yəni kompüterin RAM-ın və hard diskinin istediyi proqnozlarını sizə göstərməyi borçlu bildim deyək. Və bu proqramla siz öz kompüterinizi qoruya bilərsiniz. Bu proqramın istifadəsi çox asandır və bu proqram sizlərə hard diskin, yəni kompüterinizin yanmağına qarşı deyək bilgi verir. Yəni istediyi sistemi 60'ı keçərsə, 60 dərəcəni keçərsə və fan işə salındıqda 60 dərəcədən düşmürsə, bu deməli təhlükəlidir. Sizə kompüteri söndürməyi tövsiyə edirəm. Əgər fan 60'da başlarsa, yəni ventilyator 60 dərəcə açarsa, yəni fan burada istediyi dərəcələri düşərsə, deməli təhlükəli deyil. Və bir də kompüterinizi hər zaman belə xalçalardan və tozlu yerlərdən uzaq tutmağı və tövsiyə edirəm ki, toz fana dolur, yəni ventilyator arasında dolur və orada qızma əmələ gətirir. Həmin qızma da sizin kompüterinizi yandıra bilər. Məsləhətim budur ki, kompüterinizi xalçadan və ipək parçalardan, belə tozlu yerlərdən və tozlarını təmizlətməyi, bir il yarımdan 2 ildən bir kompüteri tozu təmizlətməyi məsləhət görərdim. Yoxsa 60'ı keçdisə kompüter sizin deyil. Və bu qədər. Və burada əlavə olaraq hər birini ayrı aralıqda, yəni ayrı aralıqda baxa bilərsiniz sistemlərinə. RAM-ın sistemi, hard diskin sistemi, məsələn CPU, fan, RAM-ın sistemi və həmçinin isinmə dərəcəsi neçə gigabaytdır. Hər biri ayrı aralıqda sizə yuvası 1 toplam bellək yuvası 2 RAM-lıdır. Kullanan bellək yuvası 1, boş bellək yuvası 1. Yəni 2 RAM gedir bu kompüterə, bir dənəsini işlədirəm, biri boşdur. DDR3 byte 2 GB RAM-dır. Və bu qədər. Bu proqramı sizə istifadə etməyi tövsiyə edərdim və bu pulsuz versiyasıdır. Pullu versiyasında bundan da daha çox bilgilər əldə edə bilərsiniz. Və bu qədər. Və həmçinin bu proqramın adını sizə başlıqda qeyd edəcəm və yükləmə linki də, yəni öz bloqumdan yükləmə linkini ala bilərsiniz. Həmin proqramı axtarsanız yükləyə bilərsiniz. Pulsuz bir versiya proqramdır. Məsləhətli proqramdır və hər zaman bunun təmizlənməsinə önəm verməyinizi tövsiyə edirəm. Bu qədər. Hələlik sağ olun.